Hər il Bakıda keçirilən Qlobal Forum beynəlxalq dialoq və sosial humanitar məsələləri müzakirə edildiyi platforma kimi Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir. Bu platforma iqtisadi müstəvi kimi xalqların rifahı və sosial bərabərlik, rifah və firavanlıq kimi istiqamətləri özündə cəmləşdirir. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Rizvan Nəbiyev iki sahilə açıqlamasında bildirdi. Azərbaycan Respublikası Prezidentinin belə bir yüksək forumda bu fikirləri səsləndirməsi çoxsaylı dövlət başçıları arasında doğrudan da Azərbaycan Prezidentinə məxsus çox gözəl bir xüsusiyyətdir. Yəni, bu nədən irəli gəlir? Prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanan mövqeyi və həmişə bunun cəsarətli şəkildə səsləndirilməsi və Bakıda bu forumun keçirilməsi, belə çoxsaylı qonaqların, deyək ki, 60-dan çox dövlətdən, 400-dən artıq, hazırda olan dövlət hökumət başçıları, çoxsaylı keçmiş xariclər nazirləri, baş nazirləri, prezidentlər Bakıdadırlar, bu qlobal forumda iştirak edirlər. Bunun mühüm səbəblərindən biri bugün regionda o siyasi reallığı yaratmış dövlət başçısından təmas məsələsidir. Yəni, Bakı bu geosiyasi reallığın yaradılmasının mərkəzi olub. Ona görə də həqiqətən Avropanın, dünyanın müxtəlif ölkələrindən siyasi liderlər üçün çox maraqlıdır ki, bu mərkəzdə olsunlar, hadisələrin episentrində olsunlar, bu inkişafı görsünlər və bu reallıqların müəllifindən canlı fikir mübadiləsi aparılsın. Və bu kontekstdən çıxış edərək Bakı Qlobal Forumu bu dəfə də çox aktual bir məsələnin gündəmdə qoyub. Bu, müasir çağırışların potensiala çevrilməsi və bunun hamısının yeni dünya düzəninə yönəldilməsidir. Yəni, yeni dünya düzəni ilə bağlı çoxsaylı fikirlər var və Bakı Qlobal Forumu da bu istiqamətdə müxtəlif rakurslardan, müxtəlif problemlərə baxışları çox mehriban, çox belə, necə deyərlər, dostcana fikirlərin müzakirə olunduğu unikal bir platformadır. Burada hansı məsələlər ön planda dayanır? Təhlükəsizliklə bağlı məsələlər, hansı ki, Cənab Prezident ilk növbədə enerji təhlükəsizliyi ilə bağlı orada məsələləri bildirir və Azərbaycan dövlətinin verdiyi töhfəni vurğulayır ki, biz 12 dövləti Avropa İttifaqının bir məsələyə görə haqlı olaraq çox ciddi tənqid edir, öz fikirlərini bildirir. Digər məsələdə isə əməkdaşlıq üçün Azərbaycanın verdiyi töhfəni vurğulayır. Yəni, bu da Azərbaycan Prezidentinin hüquqa, ədalətə söykənən həmin o mövqeyinin ortaya qoyulmasıdır. Digər məsələ, deyək ki, iqlim dəyişikliklərinə bağlı. Bilirsiniz ki, dünyanın əksər dövlətləri kiçik ada dövlətləridir, az inkişaf edilmiş dövlətlərdir. Bunlar xüsusilə bundan əziyyət çəkir. Ümumiyyətlə, qlobal dəyişikliklərdən, iqlim dəyişikliklərinin ağır təsirlərdən demək olar ki, dünyanın hər yeri təsirlənib. Azərbaycan Prezidenti bu sahədə də bizim əldə elədiyimiz uğurlara əsaslanaraq bu çağırışların dəf olunması istiqamətində fikirlərini bölüşür. Və yaxud da ki, multikulturalizm və çoxqütblü dünyanın formalaşması bu istiqamətə fikirlər. Yəni, gündəmdə olan məsələlər ki var, müxtəlif məsələlər, bunlar sadəcə olaraq, necə deyirlər, kağız üzərində iştirakçılara təqdim olunan məsələ deyil. Bunların hər birindən bağlı Azərbaycan Respublikasının öz mövqeyi, öz töhfəsi var. Yəni, Azərbaycan Prezidentinin düşünülmüş siyasi diplomatik strategiyası nəticəsində deyək ki, iqlim məsələlərindən, iqlim diplomatiyasına bağlı, enerji təhlükəsizliyi ilə bağlı, digər təhlükəsizlik çağırışları, yeni dünya düzəninin formalaşması və s. ilə bağlı bizim bir mövqeyimiz var. Biz bu mövqeyini ortaya qoyuruq və digər tərəfdaş dövlətləri də bunun üçün qazanırıq. Götürək Balkan ölkələrini. Deyək ki, Şimali Makedoniyanın prezidenti buradadır, Albaniyanın, Bosniya-Hersegovinanın. Bilirsiniz, Balkanlarla bizim indiyə qədər Xorvatiya ilə, Serbiya ilə, Bosniya ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətimiz var. Şimali Makedoniyanın prezidenti Bakıda olanda ilk səsləndirdiyi fikirlərdən biri budur. Və yaxud da ki, Xəzər regionu, Qafqaz, Mərkəzi Asiyaya yönəlik gündəmin formalaşması. Biz orta ölçüdə regional dövlət və qlobal çağırışlara da bu kontekstdən yanaşır, malik olduğumuz resurslarla, malik olduğumuz coğrafi mövqenin üstünlüklərindən istifadə etməklə. Ona görə də Cənab Prezident bu fikri vurğulayır və burada da həm məsələ gündəmdə öz əksini tapır ki, biz bizə yaxın olan tərəfdaş dövlətlərlə bu çağırışların öhdəsindən necə gələ bilərik? Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqaza kənardan həmişə vahid region kimi baxılıb. Amma Ermənistanın təcavüzü nəticəsində bu vahidlik siyasi cəhətdən pozulub, iqtisadi cəhətdən pozulub, hərbi cəhətdən pozulub, yalnız coğrafi vahidlik qalıb. Bu coğrafi vahidliyin yenidən siyasi, iqtisadi, bəlkə də hansısa mərhələdə hərbi vahidliyə çevrilməsi üçün bugün səylərin ortaya qoyulması çox vacibdir. Və Azərbaycan Prezidentinin strategiyası buna yönəlib. Digər dünya dövlətlərinin isə burada iştirak edən o siyasi xadimlərin öz regionlarına yönəlib fikirlərini eşitmək bizim üçün çox maraqlıdır. Məsələn, Bosniya-Hersegovinanın iştirak edən nümayəndəsi, dövlət nümayəndəsi çox maraqlı fikirlər bölüşdü. Dayton sazişinə irəli gələn çətinliklər, digər dövlətlərin onların daxili işlərinə qarışması. Bilirsiniz, paralellər aparanda hardasa çağırışların eyni olduğunu,
Amma regiona münasibətdə fərqli olduğunu görürük. Və burada Azərbaycan prezidentinin, yenə mən xüsusilə vurğulamaq istəyirəm ki, uzun müddət diplomatiyada olmuş bir şəxs kimi, bu düşünülmüş dəqiq strategiya nəticəsində Azərbaycanın bu təhlükələrdən sovuşması, bu riskləri dəf edə bilməsi və nəticədə suverenliyini, ərazi bütövlüyünü bərpa eləməsi, bu həm də beynəlxalq sülhə təhlükəsizliyi olan töhfədir. Çünki beynəlxalq sülhün təhlükəsizliyin qorunması, biz bilirik ki, bu Təhlükəsizlik Şurasının öhdəsində olan bir məsələ idi. Kimlərinsə öhdəsindən gələ bilmədiyi bir məsələni Azərbaycan dövləti öz resurslarına təmin elədi və bugün açıqlıqla bu təcrübəni bölüşür, digərlərini dialoqa dəvət eləyir və dünya da bugün bunu istəyir.